ki, o deyir, dilim var, dilçəyim də var. Hər dəfə də yanımda yoldaşım var. Hara gedirəm də yoldaşımla gedirəm. Bir adam da məndən nəsə danışmaq istəyirsə, buyursun deyir, bu meydan, bu da mən. Danışsın, mən ona cavab verim. Doğrudurmu ki, o Moskva söhbətindən sonra ki, səni Moskvaya dəvət eləmişlər, deyir, sən ümumiyyətcə Moskvaya yolumu kəsiblər, getmirsən. Moskvaya da getmirəm, Gürcüstana da getmirəm və digər ümumiyyətlə hara ki, tək deyilən yerlərin heç birinə getmirəm. Niyə tək deyirlər ki, olur mu ki, zəng vurub bir ki, mən səni müğənni kimi istəyirəm, yoldaşın deyən ki, sənin arxasına gəl oxu getkinə. Üzr istəyirəm, bir dəfə biz elə sizin kanalda Space-də, mən şu İbo Show-da efirdəydik, biz Səbinə Selcanla efirdəydik. Mən orada qayıtdım ki, dedim ki, misal üçün mən getmirəm də belə, çünki xeyr, sən yəqin aparmırlar deyə. Mən qayıtdım, elə orada o hissəni kəsib qoymuşdular. O, ay gözəl xanımlarımız, müğənnilərimiz, sizə elə gəlir ki, mənim nəyim zəifdir ki, belə pis çıxmasın. Görünüşüm, geyimim, gözəli, Ülviyə öz aramızdır. Mən niyə getməyə bilərəm? Niyə getmirsən ki, onsuz oraya gedənlərin ora gedən hamısı fonoqram oxuyanlardır. Hamısı fonoqram oxuyandır da, çoxusu bu dəqiqə. Hər gün Gürcüstana gedirəm, Ayhara gedirəm, nəyə gedirəm. Valla mən də çıxıb hamıdan da gözəl geyinib o elə səhnələr paylaşaram ki. Onda gəl səndən bir dənə mahnı alaq. Ondan sonra mənim sizə ikisizdə də sualım olacaq və ilk Ülviyə olacaq ki, bir sıralama var. O sıralamanın içində Ülviyə